Süni qiymət artımı ilə bağlı mövzunu studiyamızın qonağı ilə Anhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdürü Şahin Nağıyevlə davam etdirəcəyik. Salam, axşamınız xeyir Şahin. Axşamınız xeyir olsun. Şahin, mənim ilk sualımı belə ünvanlamaq istərdim sizə. Süni qiymət artımının qarşısını almaq üçün ümumiyyətlə sizin xidmət hansı işlər, hansı addımlar atır? Məlumat üçün bildirim ki, manatın məzənnəsində baş vermiş dəyişiklikdən sonra istehlak bazarında hər hansı bir əsassız olaraq qiymət artımına, eyni zamanda əsas olaraq əmtələrin dövrədən çıxarılmasının qarşısının alınması ilə bağlı və istehlak bazarında digər negativ halların qarşısının alınması ilə bağlı ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən bu sahədə aparılan tədbirlər daha da gücləndirilmişdir. Eyni zamanda bu istiqamətdə işlər aidiyyatı dövlət orqanlarına birgə həyata keçirməyə də başlanılmışdır. Bununla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi ilə baş prokurorluğa birgə tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Həmin tədbirlər planına uyğun olaraq müvafiq monitorinqləri, nəzarət tədbirlərinin həyata keçirilməsi, eyni zamanda qanun pozuntuları aşkar edildiyi təqdirdə qanunvericisi nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, bununla yanaşı sahibkarların maarifləndirilməsi istiqamətində işlərin həyata keçirilməsidir. Məhz bu istiqamətdə də müvafiq tədbirlərə görülməyə başlanılmış və hazırda da davam etdirilir. Ümumiyyətlə Şahin, süni qiymət artımı ən çox hansı sahələrdə müşahidə olunur? Məlumat üçün bildirim ki, bu məsələ ilə bağlı, yəni ilk növbədə bu hər hansı bu qiymət dəyişikliyinin baş verməsi və bu qiymət dəyişikliyinin süni olması, yəni əsassız olaraq qiymət artımının olub-olmamasının araşdırılması üçün müvafiq monitorinqlər və təhlillər aparılır. Belə ki, ilk növbədə bu qiymət dəyişikliyi təbii ki, öz yekunda istehlak bazarında göstərə biləcəyini nəzərə alaraq istehlak bazarında daim olaraq monitorinqlər aparılır və monitorinqlər zamanı həmin qiymət artımının səhvləri araşdırılır və araşdırma zamanı burada əsassız olaraq əgər qiymət artımı baş verirsə, bu zaman qanuna uyğun tədbirlər görülür. Və son dövrlərdə aparılan tədbirlər zamanı da müəyyən təsərrüfat subyektləri tərəfindən əsassız olaraq qiymət artımına yol verilməsi halları aşkar edildiyi müəyyən edilmişdir. Eyni zamanda bildiyimiz kimi bu qiymət artımından bağlı əmtənin qiymətinin artırılmasına yanaşı digər, belə deyək, qanunda yol verilməyən hallara da yol aşkar edilmişdir. Belə ki, məsəl üçün, hər hansı bir əmtənin çəkisini azaltmaqla, lakin qiymətini artırmamaqla da belə də yekunda istehlakçının çəkidə alladılmasına səbəb olan hallar da müəyyən edilmişdir. Ümumilikdə bu cür hallarla bağlı məlumat üçün bildirim ki, bir neçə çörək istehsalçısı ilə bağlı artıq belə hallar aşkar edilmiş. Bununla bağlı onları deməli müvafiq xəbərdarlıq edilərək gələcəkdə bu cür hallara yol verilməməsi onların nəzərinə çatdırılmış və bu cür hallara təkrar yol verdikləri təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Bundan yanaşı yumurta bazarında süni qiymət artımı hallar aşkar edilmişdir. Artıq bununla bağlı görülmüş tədbirlər barədə də məlumat ictimaiyyətin çatdırılmışdır. Eyni zamanda dərman vasitələrinin satışı zamanı da əsassız olaraq qiymət artımına yol verildiyi aşkar edilmişdir. Eyni qaydada bu həmin dərman vasitələri üzrə, yəni aşkar edilmiş pozuntularla da bağlı görülmüş tədbirlər barədə məlumat verilmişdir. Və bu istiqamətdə olan tədbirlər hal-hazırda gücləndirilmiş formada davam etdirilir və bundan sonra da davam etdiriləcəkdir. Şahin, ümumiyyətlə ölkədə qiymət artımının qarşısını almaq üçün hansı tədbir, addımlar atılmalıdır? Burada söhbət həm dövlətdən gedir, həm sahibkardan, həm də vətəndaşdan gedir. Yəni birlikdə hansı addımlar atılmalıdır? Mən bayaq da qeyd etdiyim ki, bu işlərlə bağlı müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Həmin tədbirlər planında deməli müvafiq monitorinqlərin aparılması, yəni qiymət monitorinqlərinin eyni zamanda əmtələrin dövrədə olması vəziyyəti, bununla yanaşı sahibkarların maarifləndirilməsi, işinin təmin edilməsi, eyni zamanda ictimai nəzarətin təmin edilməsi ilə bağlı əhali tərəfindən belə də istehlak bazarında hər hansı bir pozuntularla aşkar olduqları, yəni rastlaşdıqları təqdirdə onlar aidiyyatı dövlət orqanlarına müraciət edilməsi ilə bağlı müvafiq qaynar xəttdə yaradılmış qaynar xətt nömrələri ictimaiyyətə çatdırılmışdır ki, və belə deyək, hər bir istehlakçı da hal-hazırda da əgər hər hansı bir pozuntu ilə rastlaşdığı təqdirdə aidiyyatı üzrə İqtisadiyyat və Sənaye Nazirinə müraciət edən zaman və hər bir müraciətə qanunvericinin tələblərinə uyğun olaraq baxılır. Əgər burada süni qiymət artımından bağlı məsələlər varsa, operativ qaydada bunlar araşdırılır və həmin qiymət artımının səbəbləri müəyyən edilir və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür. Dünən iki məlumatda da elə qaynar xəttlə vasitəsilə aşkarlanmışdı. Yəni burada vətəndaşlar daha aktiv olmalıdırlar, yəni süni qiymət artımına yol verilir.
Yəni Təbii ki, bu sahədə ictimai nəzarət mühüm əhəmiyyət kəsb edir. Çünki hər bir istehlakçı gündəlik tələbat mallarını alan şəxslərdir və bu əhali də öz növbəsində aldığı malı belə deyək, bir gün alıbsa onun qiymətini artıq növbəti gün aldıqda da bəli, müəyyən ola bilər. Eyni zamanda belə deyək, istehlakçılar ticarət obyektlərinə girən zaman orada hər hansı bir malın mövcud olub olmaması vəziyyətində onlar belə deyək, hiss edə bilərlər. Yəni hiss etdikləri hallarla bağlı aidiyyatı dövlət orqanlarına müraciət edə bilərlər. Yəni ki, bir məsələni də qeyd edim ki, yəni qiymət artımı məsələsində, süni qiymət artımı məsələsindən yanaşı burada əmtələrin belə deyək, əsaslı olaraq dövriyyədən çıxarılması və yaxud əmtələrin satışa buraxılmaması əsassız olaraq bunlar da öz növbəsində qanun pozuntusudur. Çünki hər hansı bir məhsulun əsaslı olaraq əmtəlinin dövriyyədən çıxarılırsa bu öz növbəsində bazarda qıtlıq yarana bilər və həmin əmtəllərə tələbat artır və yekunda belə deyək, o mal üzrə də qiymət arta bilər. Məhz buna da qanunvericilikdə yol verilmir. Bu baxımdan hər bir istehlakçı bir daha tövsiyə edirik ki, onlar istehlak bazarında rastlaşdığı hər hansı bir pozuntularla rastlaşdığı təqdirdə aidiyyat üzrə müraciət edə bilərlər. Eyni zamanda onları maraqlandıran suallar və sorğular barədə də müraciət edə bilərlər. Bildiyimiz kimi İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 çağrı mərkəzi fəaliyyət göstərir və istehlakçılar rastlaşdığı problemlərlə bağlı, yəni əsassız qiymət artımı, əsaslı olan əmtələrin dövriyyədən çıxan digər istehlakçı yüklarından bağlı qeyd etdiyim çağrı mərkəzinə müraciət edə bilərlər. Çox sağ olun Şahin müəllim. Mövzu çox genişdir. Sadəcə vaxt imkan vermirsinə daha geniş müzakirə aparmağa. Təşəkkür edirəm. Çox sağ olun. Qeyd edim ki, studiyamızın qonağı Anti-İnhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Şahin Nağıyev idi.